Salam dəyərli dostlar. Bir çox izləyicilərimizin xahişi ilə mən yeni bir video çəkəcəm. Bu video nədən ibarətdir? Əlbəttə ki, yemin tərkibinin hazırlanma qaydası. Bir mərtəbəli yem aparatı üçün. Orada bir şeyə diqqət edin ki, bir mərtəbəli və 4-5 mərtəbəli. Bu çəkilişimiz inşallah bir mərtəbəli yem aparatına aid olacaq. İzləyin və an orada dəqiq axıra kimi, sona kimi izləyin ki, heç bir şeyi keçirməyəsiniz inşallah. Keçək yemin tərkibinin, reseptin bir sizə təqdim edilir inşallah. Bu yem hansı yemdir? Simitskalı, vanilli yem. İnşallah çiyələkli, sarımsaqlı bir mərtəbəli üçün onları da çəkiliş edib sizlərə təqdim edəcəm. Siz də bu barədə agah olasınız. Keçək yemləri sizə tərkibini təqdim etmək. Bax bu qaydada da inşallah bişirəsiniz və videonun sonunda bunun yem aparatına doldurulma qaydası və pişirilmə qaydası ekrana gələcək. Oradan daxil olub baxa bilərsiniz. Demək dəyərli dostlar, böyük bir qaba bir stakan arpanı əlavə edirik. Stakanımız deməli nə qədər tutmalıdır? Təxminən 180 qram gələn bir stakan olmalıdır ki, həmin ölçü ilə də biz axıra kimi gedəcək. Bir stakan arpanın üstünə əlavə edirik. 10 stakan qarğadalı yarması. Qarğadalı yarması biraz irili olsa içi daha yaxşı olar. Azacıq da unlu. Fikir verin, alanda inşallah onun içərisində qarğadalılar biraz dəndən olması daha yaxşıdır. Balığı daha özünə cəlb edir, daha effektli olur. Bax, fikir verin, stakan siləmə eləyirəm. Siləmə eləyib tökürəm. Yəni buna diqqət yetirin. Demək, sonra nə əlavə eləyirik? Üstünə əlavə eləyirik 1 stakan buğda yarması. Buğda yarması əlavə eləyəndən sonra üstünə əlavə eləyəcək. Demək, 2 stakan simitska yarması. Simitska yarması necə olmalıdır? Simitska yarması, yəni simitskanı bazardan alırıq, qovururuq, yaxşı qovururuq. Qovurandan sonra isə ət çəkən maşınında onu çəkirik. Ət çəkən maşında bir dəfə çəkilsə qane eləyir. Çox adam 2 dəfə çəkir, yəni 2 dəfəyə ehtiyac yoxdur. Bir dəfə çəkilsə qane edir. 2 stakan simitska yarmasını əlavə etdik. Ondan sonra isə deməli şəkərli vanil, yəni mağazində bu var, bütün mağazinlərdə şəkərli vanil əlavə edirik. Mən 4 paçka əlavə edirəm. Yəni 4-5 təxminən 4-5 paçka belənçinə əlavə edə bilərsiniz şəkərli vanili. Sonra isə əlavə edəcək. Bir də bir şey qeyd edim dəyərli dostlar. Yadınızda saxlayın ki, bu yem bir mərtəbəli yem aparatı üçündür. Bax, buna diqqət yetirin. Bir mərtəbəli. İnşallah gələcək çəkilişlərində 4-5 mərtəbəli üst-üstə olan yem aparatı üçün onun tərkibi tam başqadır. Bu barədə çəkiliş eləmişəm. Çiyələkli yemin tərkibinin hazırlanması qaydasını mən yerləşdirmişəm, kanalımda var. 4-5 mərtəbəli üçündür o. Sonra kanapilyadır. O da 4-5 mərtəbəli yem aparatı üçündür. İnşallah bu bir mərtəbəli yem aparatı üçün olacaq. Sonra isə şəkərli vanili əlavə edəndən sonra 1 stakan şəkər tozu, yəni pesok əlavə edirik. Sonra isə yaxşı qarışdırırıq. Tam qarışdırandan sonra, hazır olandan sonra nə edirik? Üstünə 2 stakan adi su əlavə edəcək. Dəyərli dostlar, sağ tərəfdə yuxarıda işarə gələcək. Həmin işarədən mənim aparatın necə düzəltmək lazımdır, hansı aparatlar var, oradan girib, daxil olub baxa bilərsiniz. 2 stakan suyu əlavə edəndən sonra
deməli nə əlavə eləyəcəyik? Yaxşı-yaxşı qarışdırırıq. Bax buna diqqətlə fikir verin. Əlimizdə qarışdırandan sonra tam orada yumrular var ha, yemin içərisində. Su töküləndə bilirsiniz ki, onun tərkibində un var, xırda yemlər var. Onlar yumru halına çevrilir. Onu əlinizdə elə hala gətirir ki, tam ölsün, yoxa çıxsın. Qarışdırmaq lazımdır. Tam qarışdırandan sonra demək ki, nə edirik? 4 qaşıq nişasta əlavə edirik. 4 xörək qaşığı. Bax, diqqət yetirin, xörək qaşığı olmalıdır. 4 qaşıq nişasta, yəni kraxmal əlavə edirik. Nə kraxmalı, hansı nişasta? Kartoşka. Kartoşka nişastası əlavə edirik. Və sonra isə nə edirik? 3 qaşıq manna. 3 qaşıq manlı, xörək qaşığı manlı üstünə əlavə edib, sonra isə yaxşı-yaxşı qarışdıracaq. Qarışdırandan sonra isə demək, həmin qarışdırandan sonra həmin 180 qramlıq stakanın belə deyək, yarısı, təxminən 90-100 qram un əlavə edəcək. Un niyə görə əlavə edirik? Buna diqqət yetirin. Əgər qarğadalı yarmalarımız tərkibində un azdısa, biz un əlavə edirik. Mənim aldığım yarmada un az olduğuna görə mən təxminən un əlavə edirik. Yox, tərkibində unu normal qaydasında varsa yarmaların un əlavə eləməyə ehtiyac yoxdur. Un əlavə edəndən sonra qarışdırırıq və sonra təxminən 100 milli, yarım stakandan biraz yuxarı, 100 milli duru yağ, simska, günəbaxan yağı əlavə edirik. Günəbaxan yağı əlavə edirik və əlavə edəndən sonra onu yaxşı-yaxşı qarışdırırıq. Yaxşı-yaxşı qarışdırırıq tam hazır olana kimi. Orada bayaq qeyd etdiyim kimi, oba fikir versiniz, indi yumru görürsünüz, görükür. Bu yumrular tam itməlidir. Tam itməlidir, bütün yem bir-birinə qarışmalıdır ki, onlar tam tərkibi hazır olsun. Tərkib tam hazır olandan sonra inşallah nə etmək lazımdır? Bayaq dedim sizə, bax görürsünüz, əlimdə sıxıram, bax görürsünüz, sıxıram. Sonra onu oxalayanda görürsünüz, qum halında tökülür. Görürsünüz, yəni palçıq kimi olmamalıdır. Bax, bu qaydada olmalıdır. Demək, bu tam hazır olandan sonra yem aparatına nə etmək lazımdır? Doldurmaq lazımdır. Bax, görürsünüz, siləmə edirəm. Stakanla siləmə. Bax, belə dəyərli dostlar, bizim yem reseptimiz hazırdır. Bu 30 ədədli yemin ölçüsünün reseptidir. Deməli, 30 ədədli yemin ölçüsü bir mərtəbəli yem aparatına ilk öncə 8 stakan tökürük. Əlimizlə presləyirik, sonra 4 stakan üstünə əlavə eləyirik, hamarlayırıq, 12 stakan yəni. 24 ədədlidə 6 stakan tökürük, əlimizlə presləyirik və üstünə 3 stakan töküb hamarlayırıq. Bu da oldu 9 stakan. 20 ədədlidə ekrana gələcək. 20 ədədlinin necə tökmək lazımdır? 500-ə gəl 3-dür. 16 ədədlidə isə 4 stakan yarım əlimizlə tökürük. Yəni 4 stakan yarım tökürük. Üstünə də 2 stakan əlavə edirik. Olur 6 stakan yarım. 12 ədədlidə isə birinci 3 stakan tökürük. Əlimizlə presləyirik. Üstünə də 2 stakan əlavə edirik. Olur 5 stakan. Bax belə dəyərli dostlar. Ölçülər budur. İnşallah növbəti çəkilişlərdə görüşənədək.